Herkese salam, mən Asterisk. Bu videoda sizlərə aşağı level kartlarla necə yüksək kupaları kasa biləcəyinizi göstərəcəm və video keçməmişdən əvvəl abunə olub like atmağı unutmayın. Və gördüyünüz kimi əlimdəki olan dəstə 2.6-dır. Yüksək səviyyə olması da 10, 11 səviyyə, yəni bu səviyyələr görə çox azdır. Çünki önümüzdəki rəqiblər çox səviyyəli kartlar işlədilər. Yəni bugün aşağı səviyyəli kartlarla rəqibimiz nə qədər güclü olursa olsun udmağa çalışacağıq. Bilirəm çox çətin olacaq, amma sizlərə göstərmək məqsədi ilə baş salacağam. 2 maçımızda keçid aldıq. Və rəqibimiz gəldi qabağımıza, Sigma Boy. Nəsə velet birinə oxşayır. Birinci atışı ilə başlamaq istəyirəm. Görək adamın əlində nələr var. Tomruğumuz gec döndü. Amma ortaya şey atacağım, Masketiyor. Və Mega Şövalyeni sağa doğru çəkmək lazımdır. Yavaş-yavaş onu ərdəcək. Ortaya doğru binici. O tullanacaq deyə mən şey atacağım arxadan. Ona top ata bilərik. O seçəcək deyə buz ruhu ilə dəstək. Yəni 2.6 oynamaqda yəni çox mükəmməl defans eləməlisiniz siz. İskeletlər hatta heç bir işinə yaramadı. Və bizim tomruğumuz əlimdə. Adam gülür. Və biz ona birinci ilə 2 dəfə vurmuşuq. Kartlarının səviyyəsi gördüyünüz kimi yüksəkdir, amma bizim də kartlarımızın bəziləri 12 səviyyə ola bilər. Və əsas kartlarımız yüksək deyil səviyyəsi, ya onu deyim. Ona biz ice golem atmalıyıq məcburi. Onu şeylə kəsəcəyik, iskeletlə. O şeyə vuranda biz arxasına iskelet atacağıq. Əla fırı tomruqda. Ona alev topu basa bilərik. Ortaya doğru top. O buna seçsin. Ay çox pis oynadıq. Kuleye vurdu. Bu hasarın telafisi olmalı. Tez birinci yolladım. İskeletlər atacaq deyə təxmin eləyirəm. Yes, tuttu. 1. Ay, bir vurdu. Biz fıçıdan daha çox hasar yeyə bilərik. Neyse, çox pis oldu. İksirdə çox arxadayıq. Hər an körpüdən Mega Şövalye gələ bilər. Həyəcandan çox pis oynamağa başladıq, amma neyse, heç nə olmaz. Əlimizdən gələni eləyəcəyik. İskeletlər atacaq bu dəfə. Yox, Mega Şövalye atdı. Bəyəkçi taktiklə o almağa çalışacaq. Heç bir dənə də olsun vura bilmədi. İskeletlər bura doğru tullansın. Və önə doğru biraz top tikək. Heç nə olmaz. Onsa sola çox vurmuşdu. Ice Spirit ataq ora. Daha çox hasar yeyə bilmərik. Topu tikəcəm. Arxadan basır, ona bunu basaram. Arxaya doğru tomruq. Bir dənəsi qaçdı. Hog Rider'ımı qoyaram. Uşaqlar, sürətli dəstənlə oynamaq çox çətin olur. Haydi vur. 1, 2. Haydi alev topu döndürüb qazana bilərik. Haydi güvənirəm sizə. Takım. Bir dənə Masketiyor arxadan atdıq. Önə doğru topumuzu qoyuruq. Onları bundan savunaq. At. Kuleye vurmaq heç ağlından gəlməsin. Döndərdim. Alev topu hazırda. Haydi çeviririk. Bir dənə vur. Mükəmməl. Önümüzdə neçə səviyyə olursa olsun uşaqlar. Yetenek dəstəsi ilə bunu qazanmağı bacarırıq. 31 kupaya keçək ikinci oyunumuza. İkinci oyunumuza keçid aldıq. Önümüzə nəsə adı dəyişik, No Mercy zad gəlib. Yəni zad yoxdur da. Yəni nətər deyim? Bağışlamaq zad yoxdur kimi. Ona belə bir şey eləyəcəyik. Arxasına Mega Şövalyemizi qoyub, önə iskeletləri qoyub belə bir dəstək eləyəcəyik. Onu yavaş-yavaş kəsəcək. Tomruqla ora bir dəstəyimizi verək. Buz golemi ilə ora dəstəkləyik. Adam bütün iksirini köklədi. Şeyi də atdı üstünə. Mən bunun arxasından birincimi basaram. Amma binicini sola yox, sağ tərəfə basacağım. Bilsiz nəyə? Ora atmaq üçün bir kart daha atacaq, yəni. Sola atsa sağı eləyəcək. İndi bax, çox pis iksir zərərindən də hələ bizim silahşorumuz da vuracaq. Əlasan, binici çox vurdu. Onu topla tutaq. Bilirəm topu əlimizdən çıxartdıq, bu çox pisdir. Ağaşək. Şey də boşa gedəcək.
Mükəmməlsən, çox mükəmməl savunduq. Əlasız. İndi o şey atdı deyə ona şey ata bilməyəcəm. Tez atıram bunu. Ice Golem qoydum. Kuleyə vurmayaq. Kuleyə hasar yeməyək. O sola şey də onu tanqlayır yəni. Əladır bura. İskeletlər də atmağa ehtiyac yoxdur. Bu pis oldu. Ha, uşaqlar davam. Birinci atakımızın sırası bizdədir. Adam çox pis iksir zərərləndəndə. Hər an körpədən də heç bir şey ata bilməz. Əlimizdən topu çıxartmağımız çox pisdir. Topu çox pis çıxartdı. Əla. Əla çox pis. İskelet fıçısını da çox pis atdı. Əla birinci vuracaq. 1, 2, 3. Top atdı. Ora Alef top atacam məcburi. Qəşəng o da pis iksir zərərləndə. Yəni 4-4 takas oldu. 4-4 takas olduğuna görə nə eləyə bilərik? Mən adamın nəsə eləməyini gözləyəcəm. Həm iksir zərərində deyən, onu gözləmək istəmirəm. Arxadan iskeletləri bölək. Ortaya doğru topu tikməyəcəm. Tomruğu vuraq. Şeyi qoyaq. Buz golemi ilə sağa çəkməyə çalışacağım. Çox mükəmməl oldu bu. Çox mükəmməl. İskeletlər də vurmasın. Sağa şey. Sola doğru çəkək onları. Buz ruhu ilə dəstəkləyək. Birincimizi ataq. Oraya iskeletləri yapışdıracağım. Haydi biriniz bir dənə də vur. Mükəmməl oyun bitdi. 17 saniyə savunmalıyıq oranı. Qazandıq. Mükəmməlsiz. Keçirdilər. 3-cü oyunumuza. Bu maçda belə gördük. Görə nə qədər kupa verəcək bizə. Və 3-cü rəqibimiz Vendetta deyə bir adam gəldi qabağımıza. Kupası bizdən eynidir. Və kulesinin səviyyəsi çox aşağıdır. Niyə belə bilmirəm. 12 səviyyə şey atdı. Ortadan topumu tikərəm. Ora Alef topa bilirəm. Basmaq məntiqli idi, amma çox fərqli bir şey düşünürəm mən. Basmayacağım. Çünki onsuz da tam öldürə bilmirik. Səviyyəsi yüksəkdir. Tez silahşora vurmasın. Hasarı. Çünki kule ilə bir vuracaq. Aha. O silahşoru tək göndərmək olmaz. Uşaqlar, yəni bu taktiki bilin. Önünə bunun şey bassaz rəqibi çox narahat eləyir buz golemi. İndi ora məcburi bir şey atacaq. Əlasan. Şey kəsirik, yavru ejdəri kəsirik. Tomruğumuz da var ona. Və ortaya doğru şey atacağım. Nəyi görürsən sən kule, nəyi görürsən? Gedir görəcək, axırıncı şey görür, yavru ejdərə vurmur. Birincini göndərdim. Oraya iskeletlər göndərəcəm, şeyi tez kəsməsinlər. Buz golemi də göndərə bilərdik, amma neysə. Uşaqlar, Alef topunu basacaq məcburi. Ocaqda bizi çox narahat edir. O 5 iksir verdi, biz 4 verdi. Üstünə bir dənə də ata bilərik, atmayacaq. Çünki adamın şeyi var. Bildiz nəyi var. Ice golemlə belə çəkək onu. Adamın fıtısı var, ona görə elə biləcəyimiz ən axırıncı hərəkət eləyəcəyik, yoxsa onu eləyərək. Yəni əlimizdən tomruğu çıxardaraq. Tomruğu əlimizdə saxlamalıyıq. Atdıq bunu. Ice spirit atıram, şeyə çox vurmasın. Kuleyə vuracaq o. Çox pis yerdən bastıq, amma vura bilmədi. Davam. İskeletlər gələ bilər, təxmin eləməyə çalışmıram. Yaxşı ki eləməmişik. Qəşə kəs onu. Kəs onu. Ortaya doğru top. Valkürü sola doğru çəkərik. Tomruğu basıram. Çox mükəmməl. Adam çox pis şey elədi. Kulemizə boşuna 3x xərclədi. Əslində topumuzu da vurmaq istəyirdi. Düşünürəm. Və Alef topu döndürməyə başlaya bilərik. Adam iksir zərərindədir yəni. İskeletləri atıram arxadan. Şey atıram. Onu topa doğru çəkəcəm. Buz ruhu ilə dəstəkləyək. Tomruğu yapışdıraq. Şeyə doğru ataq. Alef topunu məcburi defansiv atacağım. Mükəmməl, mükəmməl. Alef topu
Uşaqlar tez-tez şey çevirməliyik, birinizi çevirməliyik. Birinizi çevirməliyik tez-tez. Haydi, haydi. Yes, kazandık bu oyunu da. 177 canla. Mükəmməl irəliyirik. Keçid alaq 3-cü oyunumuza. Oyunumuz olsun, qabağımızda Fly Joint deyə bir adam var. Fly Joint. Nəsə uçmaqla əlaqəli bir şeydir. Qatıl nəsə belə bir şey eləməyə çalışıb adın, amma mən nəsə də arxadan iskeletləri bölmək istəmirəm. Heç bir amil eləməyəcəm. Çünki öndən mini pekkaza gəlsə qorumağa iskeletlər lazımdır. Alev topunu ata bilərik. Canı çox az qaldı. Yəni körpüdən onun önünə dəstəkləmək üçün buz golem ata bilər. O da 2.6 oynaya bilir mən təxmin elədiyimə görə. Attım belə. Buz ruhu ilə şeyə tək ataq. Bir dənə vurdu, çox pis. Onu mən dəstəkləyəcəm. Arxasına şey də yapışdıracağım o Grider'da. Qəşəng. Ayda binicini ittirdi biz. Binicini itələdik. Amma yenə də süper. Binici 1. Binici 2. Ağlasan, ona top basacağım. Silahşörü çıxartmayaq əlimizdən. Qəşəng. Çox zamanında buz ruh atdıq. Əla. Onu tək göndərmək yoxdur, yəni boş göndərməyə ehtimalımız yoxdur. Ona görə onu dəstəkləyək. Adam çox pis iksir zərərindədir deyə düşünürəm. Bu onu dəstəklədiyimizə görə kuleyə vuracaq. 1. Əla. Defansı yatmağın vaxtıdır. İskeletləri ortaya doğru basıram. Topu da basıram. Çox pis oynadıq buranı. Buranı çox pis oynadıq. O tək göndərməyəcəm yenə. Ayda arxadan getdi. Çox pis oynayırıq. Uşaqlar bitirdi o kuleni. Kule takasına getməliyim məcburi. Çox pis atdıq orada şeyi. Uşaqlar alev topu döndürəcəm. Məcbur alev topu döndürəcəm. Qışqıra bilmirəm. Quran and olsun alırdıq oyunu. Kartlarımızın səviyyəsi çox zəif olduğuna, amma yenə də alırdıq bu oyunu biz. Nəysə, yəni bu qədər olsun bu videodan. Bu videoda bu qədər olsun. Gələn videoda görüşmək ümidi. Sağ olun, salamat qalın və əlimdən gələn hər şeyi elədiyimi deyə bilərəm yəni bu oyun.